Salam əziz dinləyicilər. Qaldığımız yerdən 6-cı sinif dərsi ilə səhifə 103-dən davam edirik. Deməli, 8-ə qədər videomuzun arxa hissəsində var, yəni kanalda yerləşdirmişik. Başlayırıq 9-cu sualdan. Deməli, 9-cu sualda deyir ki, hər sıradakı ədədlərin ədədi ortasının medianı və modasını tapın. Hər sıradakı verilənin hansı sıradakı verilənlərin ədədi ortası, medianı, modası böyükdür? Gəlin baxaq A variantına. Deməli, bizə deyir ki, moda, median, ədədi orta. Gəlin elə ardıcıl düzək. 5, 9. Bu arada keçən səfər demişdik, hər birinin nə işə yaradığını, izahı da var. Moda ən çox təkrarlanan, ədədi orta cəmin saya bölünməsi, median isə sıranı ortadan bölən idi. Deməli, bu mavi sıradır, bu hissəni izah edirik. Buranın modası görürük ki 9 daha çox təkrarlanıb 9'dur. Ədədi orta. Deməli, bunları toplasaq 5 üstə 9 14, 14 üstə 9 23, 23 üstə 13 36 edir. Deməli, 36'nı bölürük 4'ə, ədədi orta 9 edir. Bir dəqiqə düz topladım, 18, 23, 36 edir. Median. Demişdik ki, sıranı tən ortadan bölən. İndi burada 2 dənə əhədi var deyə ədədi ortanı götürürük. 9 ilə 9'u toplayaram 18. 2'yə də böləndə yenə də 9 olmuş olacaq. Buranın həm modası, həm medianı, həm də ədədi ortası 9'dur. Bu sarı sıradır. Sarı sıra. İndi gəlin bunun altındakı bu sıraya baxaq. Görək bunların modası, medianı neçədir? Buradan yerləşdirərəm, görəsən. Yazaq. Deməli, 5, 7, 17, 7. Modası görürük ki 7 daha çoxdur. 7'dir. Bu arada sıranı ardıcıl yazmalıyıq medianı tapmaq üçün. Yəni, kiçikdən böyüyə düzməliyik. Bunların hamısını keçən videoda, yenə deyirəm, danışmışam. 17. Bu bizim modamızdır. Ədədi orta toplasaq 5 üstə 7 12, 12 üstə 7 19, üstünə 7 36. Bunu da cəmi 36 eləyir. 36'nın da 4 ədəd olduğu üçün nəticə 9 eləyir. Medianda sıranın tən ortadan böləndə 2 dənə rəqəm var. 7, 7. Ona görə toplayırıq. Cüt sayda olanda eləyir adi 7. Bunun da modası, medianı, ədədi ortası bu şəkildədir. Bunu da mavi ilə işarələyək. İndi bizə deyir ki, hansı sıranın modası böyükdür? Bu sıranın modası daha böyükdür. Bu sıranın ədədi ortaları bərabərdir. Gəldik medianlara. Mediandan da sarı sıra daha böyükdür. Gəldik B variantına. B variantı yenə də rahat olsun deyə biz ardıcıl düzək. B variantı. Ən kiçik ədədimiz 9'dur. 9 virgül 11, 11, 11. 3 tane 11'imiz var. 11. Balaca yazım ki qarşısında yazmağa da çatsın. 19, bir dənə də 29. Yaxşı, modamız məlum məsələdir, görsənir. Neçədir moda? Ən çox təkrarlanan 11, 11, 11 var. Sonra median 3, 6 ədəd var. 6 ədəd olduğu üçün 3-cü və 4-cü ədədlər medianı təşkil edir. 11 ilə 11'i toplayıram. Bölürəm 2'yə. Yenə cüt sayda var. 22, 2'yə böləndə 11. Gəldik ədədi orta. Toplayaq. 11 üstə 9, 20. 20 üstə 11, 31. 31 üstə 19, 50, 61, üstündə 29 gələndə 90 eləyirdi, səhv etmirəmsə. Bunlar 30, bunlar 40, 70, bunlar 20, 90. Düzdür. 90 böləndə 6 dənə ədəd var axı. 6 rəqəmə bölsək eləyəcək 15. Bu bizim sarı sıramızdır. Sol tərəf sırası yəni. Sarı. Bayaq da belə elədim. Yuxarıya sarı dedim. Birinci gələn mavi idi. Yerlərini dəyişik dedim. Bunlar mavidir.
Üzr istəyirəm, yerləri səhv demişəm. Yəni yuxarı sıra, aşağı sıra belə deyək də. İndi keçək ikinci sıramıza. İkinci sıramızın ən kiçik fərdi 12-dir. Vergül 12. Mən qabaq-qabağa yazıram. Siz də yəni alt-alta da yaza bilərsiniz. Müqayisə daha rahat olsun deyə belə yazdım. 12, 12, 23, vergül 23, bir dənə də 30 var. Belə aralayıq. İndi modamız təbii ki, burada bu arada bu sıra 2 modalıdır. Çünki 12-dən də fikir verin, 2 dənədir. 23-dən də 2 dənədir. Ona görə bu sıranı 2 modalı qəbul edir. Yəni 12, 23. İkisi birlikdə olur. Median tən ortadan bölən 23'dür. Ona görə burada 5 dənə rəqəm var deyə ortadan bölən 3-cü rəqəmdir. Gəldi ədədi ortaya. Ədədi orta. O da bərabərdir. Toplasam deməli 12, 12, 24, 23, 23, 46. 24'ün üstünə 46 gələndə eləyir 70. 70'in də üstünə 30 gələndə 100 eləyir. 100'ü də 5'ə bölsək, çünki 5 ədəd var, o da eləyir 24. Gəldik müqayisələrə. Modalarımız budur, medianımız budur. Deməli, bizim modamız aşağıdakində daha böyükdür. Medianımız aşağıdakından daha böyükdür. Ədəd ortamız da aşağıdakindən daha böyükdür. Bu oradan görsənir ki, elə hamısı aşağıda daha böyükdür də. Ona görə bu daha böyük olacaq. Gəldik bura C variantı. On 7, 23, 7, elə bəri başdan ədəd sırayla eləyək də, ardıcılıqla eləyək. Onu unutduq. Ən kiçik ədədimiz 7'dir. 7'dir. Sonra gəlir 13, 15, 17, 23. Moda. Uşaqlar, burada moda yoxdur. Necə yoxdur? Əslində yəni hamısı moda sayılır. Çünki hər birindən bir dənədir deyə moda yox kimi bir şeydir. Ya da ki, hamısından eynidir. Moda yoxdur. Median. Tən ortadan hansı sıranı bölüb? Bax, bu 15 tən ortada durub. 15. Ədədi orta. Toplayaq. 40. Bu da 20, 60, 75. Cəmi 75'dir. 5 dənə də ədəd var. Böləndə 15 verəcək. Gəldik digər sıraya, sarı sıra. 24, 25, 32. Yenə modamız yoxdur. Çünki hamısından bir dənədir. Median tən ortaya düşəndi. Tən ortaya 25 düşüb. Ədədi ortada 24, 25, 57, 49, 49'un da 32 gələndə 71, 81. 81 də 3'ə böləndə 27. Hər cürə ikinci sıra daha böyük. Yəni aşağıdakı sıranın ədədi ortası, modası, medianı daha böyükdür. Bu da belə. D variantı. D variantda hamısını ayrı bir qrafada yazacağım. Birinci başlayaq 16. D'nin birincisindən. 16, 21, 24, bir dənə də 24, bir dənə də 35. Moda ən çox 24 var. 24'tür. Median, buna mo yazıram, buna me yazıram. Median tən ortaya düşən həddi 24'tür. Ədədi orta üçün də cəmləyək. Deməli, 16, 2 dənə 21, 48, 24, 48, 69, üstünə 16 gəlsək, üstünə də 35 gəlsək,
Nəticədə 120 eləyir. 5 ədəd var. Böldüm 5-ə. 24. Bunun hər şeyi 24 elədi. Keçdik sarı sıraya. Bax buranı. İndi sarı sırada 16, 23, 23, 36. Modası 23'dür. Median 2'dən ədəd düşür deyə ortaya cəmləyirik. Median 23 ilə 23'ü toplayıb 2'yə bölürük. Bu da eləyir 23. Ədədi orta. Toplayanda 42 eləyəcək yəqin ki. 23, 23, 49. Yox, 46 üstə gəl. 36 üstə gəl. 16. 98. Bölürəm 4'ə. Düz topladım. Yox. Böl 4. Bu da elədi. 24 tam onda 5. Bunun da modası 23, medianı 23. Ədəd ortası isə 24 tam onda 5 elədi. Bunun isə hər şey 24 eləmişdi. Bu mavi sıraydı. Hamısını eyni rəng elədim daha. Gəldik bir də buradakı bir dənə yaşıl sıraya. Bunda ədəd modası 32'dir. Medianda 32 düşəcək. Çünki ortaya 32 düşür. Moda 32, median. Moda 32. Gəldi ədəd orta. Ədədi orta. O da eləyir 99. 99 cəmliyəndə 99 eləyir. 3'ə də böləndə 33 edəcək. Ən böyük bu sıranındır. Hamısı burada daha böyükdür. İndi gələk 10-cu suala. Deyir ki, məktəb ləvazimatları mağazasında 5 gün ərzində satılan dəftər, qələm və pozanın sayı haqqında bəzi məlumatlar verilib. Sual şartına yerinə uyğun ədədi tapın. İndi bizə deyir ki, satılan məhsul qələm 150, 200, 350, 300. Ədədi ortası 230'dur. Medianını soruşur. Sonra modasını soruşur. Gəlin baxaq. Əgər ədədi ortası 230'sa və 5 məhsul varsa, cəmini tapmaq üçün birinci qələmlərdən bəhsedirik. Qələmin gizlilərini tapaq. Deməli, nə eləyək? 230'u vuraq 5'ə. Görək bunların cəmi neçəymiş. O da eləyir 1150. İndi əlimizdəkiləri cəmləyək. 150 üstə 200, 300. 300'ün 600. 600'ün 350. 950 eləyir. Deməli, biz bu 1150'dən əlimizdəkiləri çıxaq. Eləsin 900. Bayaq neçə aldım? 500. Bu da 500. 1000 elədi. Nəysə hesabladım. Bir dəqiqə. 200. Bu 500. 350 ilə də 150, 500. 1000 eləyir. 1000. Deməli, buradakı sual şartı yerinə 50 imiş. Buranı tapdıq. İndi bura 50 olandan sonra bizə deyir medianı. Median nə olacaq? Ortadan götürdüyümüz. Amma gəlin onu birinci biz ardıcıl düzey. Deməli, başlayacağıq birinci ardıcıl düzəndə 50, 150, 200, 300, 350. Şimdi uşaqlar, burada medianın ortaya düşməsi lazımdır. Lazımdır. Deməli, medianımız 200 olacaq. Bura oldu 200. Şimdi bizim modamız yoxdur axı, hamısı eynidir. Ona görə burada moda yoxdur deyə bilərik və ya hamısı birgə moda sayıla bilər. Yəni bunların hamısı modadır. Xüsusi bir moda yoxdur. Gəldik B variantına. B variantı deyəndə ki, dəftərə. Dəftər. İndi ədədi ortanı verməyib, medianı verməyib, modanı verməyib. İndi uşaqlar, baxın, hərəsindən bir dənədir. Düzdürmü? Bir məchulu bilmirik. Amma deyir ki, moda 120'dir. Modanın 120 olması üçün ən az içində 2 dənə 120 olmalıdır. Deməli, bizim sondakı sual işarəsi əslində 120 imiş.
Əgər bu 120 olmazsa moda 120'dir deyə bilməzdi. Deməli modanı tapdıq 120 və sual işarəsi 120'dir. İndi gəlin bunu ardıcıl düzək. 120, 120, 130, 180, 200. Aha. Onda median deyərik ki 130'dur. Tən ortaya düşüb. Median 130'dur. Gəldi ədədi ortaya. Ədədi orta. Ədədi orta üçün bunları toplamalıyıq. 120 üstüne 180 gəlsəm 300. Bu da eləyir 250. Verdi 550, 750. Cəmimiz 750'dir. Böləndə də 5'ə 150 düşəcək. Bu da bunun gizliləri. Deməli dedik ki medianımız 130 oldu. Ədəd ortamız da 150 oldu. Gəldik pozana. Pozan. Aha, yenə medianımız var. Əgər burada 140 həddi yoxdursa, elə buradan bəri başdan bilirik ki, olmayan həddimiz 140'dır. O heç. Gəlin indi bunu ardıcıl düzək. 80, 130, 140, 150, 150. Həqiqətən ortaya düşən hədd 140'dır. Yəni bilinməyən həddimiz, medianımız 140'dır. Sonra baxıram ki 2 dənə 150 var. Bu bizim median modamızdır. 150. Çünki birdən çoxdular. Ədədi ortaya üçün də cəmləyirəm. 80, 130. 200, 10, üstüne 140 gələndə deyim 350, üstüne 300 gələndə 650. Həmin bu 650'ni bölürəm 5 ədəd arasında 130 edir. Bu da bizim ədədi ortamız olacaq. Bitti. Şimdi gəldik məsələ həllərinə. Məsələ. Nömrə 11'dən başladıq. Bizə deyir ki, satıcı satdığı qarpızların kütləsini kilogramdan qeyd edir. Bu sıra, baxın bu qeydlərdir satıcının. Bu ədədlərin ədədi ortası mediandan, median isə modadan böyükdür. Pozulmuş ədəd yerinə hansı ədəd yazıla bilər? Deyir ki, ən ədədi ortası mediandan böyükdür, median isə modadan böyükdür. Modadan böyükdür median. Aha. Deməli ən böyüyümüz ədədi ortadır. Sonra gəlir median, sonra gəlir median, sonra gəlir moda. Ən kiçik modadır. Gəlin baxaq görək moda nə ola bilər. Burada 5'dən 2 nədir? Daha 5'dən 3 nədir? Deməli bəri başdan bilirik ki modamız 5'dir. Düzdür? Modamız bizim 5'dir. Onda 5'dən böyük bir şey olmalıdır. Və median da ola bilər. İndi gəlin bu sıranı ardıcıl düzək. Amma bu dairəni harda olduğunu bilmirik. Ədədi ortası görək neçədir bunun. Amma bilirəm ki 5'dən böyük olmalıdır. 5'dən böyüksə 4 getdi. Ya 6'dır ya 15'dir. İndi gəlin baxaq. 6 qoysam, indi bu sıranı düzək. 3, 3, 5, 5, 5. Dedi ki 4 ola bilməz. Əgər 6 olsa burada olmalıdır. Sonra 8, 9, 10, 12. Toplasam 22. 22 üstə 8 gəlsəm 30. Üstünə 9 gəlsəm 39. Üstünə 10 gəlsəm 49. 54, 57. Hal-hazırda cəmim 57'dir. 57'dir. 1, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədədim var. Mənə lazımdır 9'a tamam lazımdır. İndi hal-hazırda 8 var. 9'a da tamamlayacağım. Əgər 57 üstə 6 gəlsəm 63 eləyəcək. 63 də 9'a bölünər 7 dəfə. Onda bunun ədədi ortası 7 olacaq. Burası əndəmə 6 imiş. Niyə? Ədədi ortası 7 olacaq. Ədədi ortası. Medianı artıq 6 olmuş olacaq. Bir dəqiqə. Medianı 5,5 olacaq. 5 ədəd buradan. 1 ədəd, 2 ədəd, 3 ədəd, 4 ədəd. Hə. Medianımızda 5 ilə 6'nın
cəminin yarısı olacaq. 11,5. Bu daha doğrudur. Əgər biz 15 qoysaq, bunun medianı ədəd ortasında böyüyəcək. Median əksinə kiçiləcək. Median da böyüyəcək. Bizə deyir indi bunu axı modadan, mediandan böyük olmalıdır ədəd orta. Ona görə ən uyğun variant buradakı 6 variantıdır. Belə olanda 11, 11'i 2'ye bölündü 5,5. Ben niye bura? Aha. Bu da eləyəcək 5,5. Həqiqətən ədədi orta 7'dir. Median 5,5'dir. Yəni böyükdür. Modamız da 5 olmuşdu. Yaxşı, keçək indi 12-ci suala. Deyir ki, cütlərin figurlu konkis sürmə yarışlarında hakimlər birinci və ikinci yer tutan cütlərə aşağıdakı ballar verib, qalib hansı meyara görə seçilib? Birinci yerin, fikir verin, birinci yerin 2 dənə 10 balı var. İkinci yerin 3 dənə 10 balı var. Demək ki, bu modaya əsasən seçilməyib. Çünki aşağıda daha çox 10 var. Bir də fikir verin, siz yarışlarda, məsələn və yaxud da ki, testlərdə nə edirsiniz? Hər bir topladığınız bal üst-üstə gəlir də, düzdürmü? Və oradan orta bal çıxarılır sizə. Bu sualda da ən yaxşı, yəni qalib seçmənin ən yaxşı yolu ədədi orta yoludur. İndi gəlin birinci yolun ədədi ortasına baxaq. Birinci yeri toplasaq 10, 10, 2 dənə 10 var, 20. 2 dənə 9,6 var, 19,2. Bir dənə 9,8 var. Bir dənə də 9,9 var. Bunlar toplayıb bölürəm 1, 2, 3, 4, 5, 6 yerə. Aha. İndi gəlin bunu toplayaq. 20 üstə gəl 19,2 üstə gəl 9,9 üstə gəl 9,8. Yenir 58,9. Və bölürəm onu 6'ya. Təqribən düşür 9,81. İndi gəlin ikinci yeri düşünək. İkinci yer alıb 3 dənə 10, yəni 30. Bir dənə 9,4, bir dənə 9,5, bir dənə 9,7. Bölürəm 6'ya. 30 üstə gəl. Üstə gəl. Üstə gəl 0,7. Bu deyilir 58,6. Bunun cəmi balı daha azdır. Fikir verin, bunda 0,9'da, bunda 0,6. İndi bunu da böləndə eləyir 9,76. Bunun orta balı ondan daha böyük olduğuna görə bu qalib sayılıb. Yəni birinci yerə layiq görülüb. Gəldik 13-cü suala. Cədvəldə Samir, Aynur və Anarın birinci yarımilliyə keçirilən qiymətləndirmələrdə topladığı ballar göstərilib. Kimin topladığı orta bal çoxdur? Gəlin baxaq. Samir nə edəcək? Toplayıb sayına böləcək. Deməli, yazaq belə. 52. Mən bir-bir yazmıram. Siz hamısını da yazın. 52 üstə gəl 78 üstə gəl. Bu qayda ilə hamısını yazın. Kəsirin surətində 1, 2, 3, 4, 5, 6 bal. Mən kalkulatordan birbaşa hesablayıb yazıram. Siz amma dediyim kimi daha yaxşı olar ki, hamısını kəsirin surətində yazın. Üstə gəl 80, 90. Üstə gəl. Bölək. İndi bunu hesabladıq. Elə 474. Bu bunun 6 dənə testinin ümumi qiymətidir. Onu da bölürəm 6'ya. Eləyir 79 bal. Bu bizim Samir'in balı. Gəldi Aynur'a. Aynur 50 üstə gəl 65 və üstə gəl 87'ye qədər hamısı. Yenə 6 test. Toplayaq. Üstə gəl 65 üstə gəl 84 üstə gəl 96 üstə gəl 87. Bunda daha çox yüksək çıxacaq kimi. Yox. 462 oldu. Bunu da bölsək 6'ya. 77 düşür. Gəldik bir dənə anar. Anarın balı ən çoxdur.
Yenə yazırıq 76, üstə gəl 64, üstə gəl 80, 85 və üstə gəl 80. İndi bunu da toplasaq 76 üstə gəl 64, üstə gəl 80, üstə gəl bu da elədi 480. 480 də 6'ya böləndə tam 80 düşür. İndi bu da oldu anarınki. Deməli, bura oldu 79, bura oldu 77, burada oldu 80. Şimdi bize ne sual cevap verir? Kimin topladığı orta bal çoxdur? A variantı sualı. Təbii ki, Anarın ən çox balı var. Samir'in topladığı balların modası neçədir? B variantı. Samir 2 eyni bal nə vaxt toplayıb? Samir 2 dənə 80 toplayıb. Ona görə onu moda saymaq olar. Modası 80'dir. Kimin topladığı balların medianı ən çoxdur? Kimin isə ən azdır? Deməli, median nə idi? Tən ortada gələn. Gəlin indi hamısının medianı tapaq C variantı üçün. Samirdə ardıcıl düzsək 52, 78, 2 dənə 80, 80, 90, 94. Medianı 2 dənə 80'in yarısıdır. 80, üstə gəl 80 bölü 2. O da eləyir 80. Bizə medianlarını deyir. Gəldik Aynur'a. Aynur'u ardıcıl düzsək. Aynur ilə ardıcıldır. Ortada nə gəl? Bir dənə 86 ilə 97'nin yer dəyişiydi. Bu da problem yaratmır. 80 ilə 84'ü toplayıram. Siz yenə də dəftərinizdə ardıcıl düzün. Yarısı 162, ondaki bölündə 82. Bu oldu Aynur'un. Gəldik Anar'a. Anar da ardıcıl düzsək ən kiçik 64, 76, 80, 80, 85, 95. Bu da 2, 80, yani ədədin ortası ilə 80 edir. Bunun da modası budur, medianı budur. İndi bizə deyir ki, kimin medianı ən çoxdur? Ən çox olan deməli ikinci qızın, yəni Aynur'un. Bu da en az deyəndə bu ikisinin də medianı azdır. Gəldik 14-cü suala. Diaqramda ilin birinci yarısında A və B şəhərinə düşən yağıntının miqdarı verilib. A və B şəhəri üzrə göstəricinin modası nə qədərdir? Baxın, A şəhərində aylar üzrə belə olubdur. Yanvarda 3, 4,5, 3,2, 1. B şəhərində isə olubdur 3, 2, 1, 4,1, Aha. Şimdi bize ne deyir? Deyir ki A ve B şəhərlər üzrə göstərəcəm modalar nə qədərdir? A şəhərində nəyi təkrarlamışıq? Variant A. A şəhərində 3'dən 2 dənədir. A şəhəri üçün moda 3'dür. B şəhərində isə baxın 1'lər daha çoxdur. Ona görə 1 modadır. Gəldik B variantına. A və B şəhərlərinə düşən orta yağıntı nə qədərdir? Orta yağıntı deyəndə toplayıb cəminin sayına bölürük. 3 ilə 4, 7. 7 üstə 5, 12. 12 üstə 3, 15. 15 üstə 3 gəldi 18. 18'i bölürük 6 aya. Eləyir 3. Bu A şəhəridir. İndi gəlin B şəhərini hesablayaq. 3, 5, 6, 10, 11, 12. 12. 12'ni də 6'ya böləndə 2 eləyir. Bu da B şəhərinin orta yağıntısıdır. Hansı şəhər üzrə göstəricinin medianı böyükdür? Medianı tapmaq üçün ikisini də ardıcıl düzməliyik. Gəlin ikisini də ədəd oxu üzrə ardıcıl düzək. Deməli, bunun medianı 1, 2, 3, 4, 5. Ortaya düşən 3, 3'dür. Toplayıb yarıya böləndə də median A şəhəri üçün 3'dür. A şəhərinin 3'dür. Gəlin B şəhərinə baxaq. B şəhərini ardıcıl düzsəm 1, 1, 1, 2, 3, 4. Bu da bunun medianıdır. 1 ilə 2'ni toplayanda 3 eləyir.
yarıya da böləndə 1,5. Hansı medianı böyükdür deyir? A şəhərinin daha böyükdür. Bu da belə. Ədədi ortam. O da medianın sonuncu hissəsi. Gələn videoda yeni dərsə, yəni təsadüfi hadisəyə baxacağıq. Hələlik.